Xəbər verdiyimiz kimi Ermənistanda iyunun 7-sində başlayan parlament seçkilərində Mülki Müqavilə Partiyasının 48,82% səslə qalib gəlməsindən sonra Avropa liderləri Nikol Paşinyana təbriklər ünvanlamağa başlayıblar. Adətən təbriklərə tələsməyən Avropalılar Rusiyanın aqressiyası fonunda Paşinyana dəstəklərini ifadə etmək yarışına giriblər. Ən maraqlısı isə Avropalı liderlərin təbrikdə seçdikləri ifadə tərzi və Rusiyanın açıq-aşkar hədəf göstərmələridir. Məsələn, Almaniya kansleri Friedrich Merz yazır: Baş nazir Nikol Paşinyanı və Ermənistan xalqını təbrik edirəm. Böyük təzyiqlərə baxmayaraq Ermənistan xalqı açıq şəkildə demokratiya və sülhü seçib. Genişlənmə üzrə Avropa komissarı Marta Kos Rusiyanın geniş miqyaslı təzyiq və müdaxiləsi qarşısında bu qələbə ermənilərin güclü, suveren və müstəqil Ermənistan seçimini bir daha təsdiqləyir. Mən ən qısa zamanda Ermənistana gələcəm. Avropanın Ermənistanla həmrəyliyi sarsılmazdır. Bugün biz həmçinin tərəfdaşlığımızı dərinləşdirmək üçün yeni Avropa Birliyi Ermənistan işçi qrupu üzərində işə başlayacağıq. Latviya prezidenti Edgars Rinkeviç Ermənistan təhdidlərə və qorxutmalara baxmayaraq öz demokratik yolunu seçdi. Latviya sizin tərəfinizdə möhkəm dayanır və Ermənistanla Avropa Birliyi arasında daha sıx münasibətləri dəstəkləyir. Moldova prezidenti Maya Sandu kütləvi xarici müdaxiləyə baxmayaraq keçirilən seçkilərdə qələbəsi münasibətilə Nikol Paşinyanı ürəkdən təbrik edirəm. Avropa Parlamentinin prezidenti Roberta Metsola gəlin Avropa Birliyi Ermənistan münasibətlərini gücləndirmək üçün bu yenilənmiş impulsa əsaslanaraq səyahətimizə davam edək. Estoniyanın baş naziri Kristen Michal, baş nazir Nikol Paşinyan, seçkilərdəki qələbəniz münasibətilə sizi təbrik edirəm. Ermənistan Avropanı seçməyə davam edir və Estoniya sizin Avropa istəklərinizi dəstəkləməkdən qürur duyur. Ölkələrimiz arasında daha da güclü tərəfdaşlıq qurarkən islahatlar aparmaq, yeniliklər etmək və daha təhlükəsiz Avropa yaratmaq üçün birlikdə işləməyi səbirsizliklə gözləyirəm. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.